Çünkü ben bir söz dedim. Yani dedim ki bu sefer dedim nəsə olsa Aygün xanım gərək sənəti tərk et. Yok. Dedim bu sefer yok. Deməli, Yani ne hoşuma bu sefer geldi. bilirsiniz niye? Çünkü bence biz bu sefer tanış olduk. Və əlbəttə ki, bilirsiniz belə televizordan bəlkə bəzi məqamlar oldu ki, Bəli. problemlər yaşadıq, amma şəxsən tanış olmaq, çörək kəsmək, oturmaq, mənim o zarafatlarımı eşitməsi. Əslində bu bir hadisə oldu. Nə yaxşı ki bu hadisə oldu həmən günü. Günün fotosu oldu. Və Açıqlama deyim də, çox maraqlıdır ki, çox hallarda Aygün xanım Dolça bürcüdür, mən ikizlər. Zaten biz havayıq yani. Elə şeylər də ola bilər. Bir də görürsünüz ki, bir yere gedirik, görürəm ki, o da qırmızıdadır, mən də qırmızıdadım. O da onu.